İran bugün çıxılmazın içərisindədir. İran dəyişkənliklər tam mərkəzindədir. Hökumət dəyişəcək. Və İranın da bugün zoraki metodlarla hakimiyyəti qorumaqla İranı qorumaq mümkün olmayacaq. İranda hansı hadisələr baş verməlidir? Biz İranda baş verən hadisələrə necə yanaşmalıyıq? Onu Türkiyədə, Azərbaycanda müzakirə eləmək o qədər vacib məsələdir ki, belə bir şans ikinci bir millətdən də yoxdur. Bugün İranda yaşayan xalqların, farsların özəlliklə, kürdlərin və digərlərini türklərlə müqayisə eləmək düzgün deyil. Bugün farsların və kürdlərin başı Amerikanın, İsrailin əlindədirsə, amma bugün türklər bölgədə, qonşusunda dövləti var, Türkiyə və Azərbaycan. Belə bir İranda xalq varmı? Biz deyirik, orada lider kimdir? İndi mən sual verirəm. İranda yaşayan türklər qədər şanslı bir millət varmı ki? Yoxdur. Qonşusunda iki dənə nəhəng dövləti var. Yox. Biri birbaşa elə Azərbaycan adına da, biri də Türkiyə adına. Doğrudur mu? Həm də bölgənin bugün aparıcı dövlətidir. Türkiyə və Azərbaycan ondan bir yerdə. Belə bir toplum var İranda? Yox. Və bu millətin bu şansını doğru və düzgün dəyərləndirmək lazım. Digər tərəfdən, Azərbaycan və Türkiyə qədər İranda güclü bir dövlət varmı? Bizim insanlarımız orada artıq 50 milyona yaxındır. Kim nə deyir desin? Belə bir güc hansı dövlət də var? Amerikada var, yox. Amerikada olsa çoxdan yıxmışdı oranı. İsraildə var, yox. Yıxardılar da. Bomba tökürlər, yıxanmırlar. Niyə? Xalqı yoxdur. O zaman Hacı Abdül mitinglər eləyirdi. Bu Təlibovun yenidən prezident qayıtmasından. Hacı çıxış elif demişdi ki, bu nədir der? Hər şey bizdə var, adam yoxdur. Pul, mul, hər saymışdı da, çox şeylərin adını sadalamışdı, hər şeyimiz var deyir, adam yoxdur. Çünki o insan resursu vacib məsələdir axı. Bugün o resurs bizdədir da, o güc bizdədir. Biz onu niyə dəyərləndirmirik ki? Eyni zamanda o birisi qüvvələr üzərimizdən onları ələ keçirmək istəyir. Biz o şansı niyə ona veririk? Mən ondan danışıram, Ləman xanım. Biz bunları təhlil etməsək, orada baş verən olayların mahiyyətini açanlar. Yerka bugün Tehranı da darmadağın edir, bomba tökər, hər yeri darmadağın edir. Amma qorxur ki, yerinə nə qoyacaq? Şahın oğlunu gətirsə qalacaq mı? Gətirə biləcək mi? Bütün bunların hamısı sualdır. Yoxsa çoxdan hərəkətə getmişdi. Amma bütün imkanlar bizdə, biz isə müzakirələrdə və meydanda yox. Mən ondan danışıram. Türkiyə, Azərbaycanla bağlı İran məsələsi müzakirə eləyən bir beyin mərkəzlərinin ortaq toplantısını görmüşüm, yox. Mən partiyalardan danışmıram. Ən azı aydınlarımızın müzakirə elədiyini görmüsünüz. Türkiyədə və Azərbaycanda bir dənə simpozium təşkil olunur ki, orada nə baş verir, biz nə etməliyik, suallar var, yox. Ciddiyyətə alınan toplantılardan mən danışıram, ora millət vəkilləri gəlsin, aydınlar gəlsin, fikir müzakirəsi geçsin, beyin fırtınası orada əstirilsin ki, bir yekun fikir formalaşa bilsin. Bunu etmədən xaotik bir prosesin içərisində xaotik hərəkətlənmə yaradırıq və bu xaotik hərəkətlənmə də ən çox bizim zərərimizə işləyir. Bugün hadisələrə mərkəzləşmiş, təşkilatlanmış baxış Azərbaycan və Türkiyənin maraqlarına uyğun gəlir, onu da biz etmirik. Türkiyə baxır, görüm Azərbaycan nə edəcək? Azərbaycan Türkiyəni ittiham edir, sən bizim azadlığımızın əleyhinəsən. Niyə qoymursan ki, Azərbaycan azad olsun? Sən niyə dəstək vermirsən? Türkiyədə deyirlər, sənin xəritəni mən həyata getirsəm, sənlə mənim aramda bir Kürdistan qurulacaq. Mən buna niyə dəstək verim? Doğru sual da yox. Onda biz nə etməliyik? Deməli, gəlin bir yerdə müzakirə eləyək. Hərəkətimizi uzlaşdıraq. Hansı addım atmalıyıq? Nə etsək uduzarıq, nə etsək ortaq qazanarıq. Biz bunları müzakirə etmirik. Əslində müzakirə ediləcək məsələ budur. Əslində geç qalmış gözlə. Yəni bu proseslər... İllərlə biz bunu müzakirə edib ortaq bir fikir formalaşdırmalıydıq. Türkiyədə bəzi qüvvələr var ki, İranın tam əlini oynayır. Özəlliklə Cəfərlərin lideri Gündüz. Tam bir İran şahlığını icra edir orada. Necə olur ki, Türkiyə dövlətindən tələb eləmir ki, sən o adamı orada niyə tuzurumsan? İngiliz kuklalığını eləyirlər orada. İçimiz qarama qarışıqdır. Türkiyədə olan Ələvilərlə Cəfərlərin ortaq, yəni mən xalqdan danışıram, ayrı-ayrı cəryanlardan və o təşkilatlardan danışmıram. Mövqeyi nə olmalıdır, hansı addımlar atmalıyıq, millətimizin bütünlüyü qorumaq üçün nə etməliyik? Sualı ortada heç kim müzakirə çıxarmır.
Dövlət də çıxarmır müzakirəyə. Özü bir ünslarından bir çox şeyləri qapalı əldə eləyir. Bir yerə gətirir, sonra hər kəs fakt qarşısında qoyur. Təbii ki, yeni el olacaq. Amma biz istəyərik ki, millətimiz özü ona hazır olsun. Biz müzakirələrə hazır olmalıyıq. Türkiyə niyə bu addım atmır? Bu arada artıq Azərbaycan tərəfindən anlayışlı qəbul olunmalıdır. Və eyni zamanda biz niyə fərqli bir fikir səsləndirik? Türkiyə cəmiyyəti ona hazır olmalıdır və hər iki fərqli fikirlər ortaq bir fikirdə cəmləşməlidir. Cəmləşməsə darmadağın olarıq. Kim nə deyir desin, İran məsələsində Türkiyə ilə Azərbaycanın mövqeyi üstə düşməsə, Türkiyə də itirəcək, Azərbaycan da itirəcək. Nəinki İranı itirəcək. Eyni zamanda öz dövlətimizdə böyük problem yaranacaq. Türkiyənin içərisində etnik separatizm güclənəcək. Azərbaycanda başqa güclər tərəfindən ələ keçiriləcək. Bunun fərqində deyirsiniz, iki dənə qoskocaman dövlət. Türkiyənin baxışında da ciddi yanlışlıqları var. Deyək ki, tarixən Türkiyə cəmiyyətinə bu Osmanlıdan qalma bir xəstəlik olaraq Azərbaycan türk dövlətlərinə Fars dövləti kimi təqdim ediblər. İllik Azərbaycan dövlətlərindən danışanda Fars dövlətləri deyirlər. Hətta Cumhurbaşqanının logosunda 16 dənə ox var. Bütün türk dövlətlərinin orada adı var, Səfəvi dövləti yoxdur. Çünki onlar artıq Fars dövləti kimi baxırlar. Tədris də elə gedir. Biz baxışları dəyişməliyik, mən ondan danışıram. Və eyni zamanda biz elə addımlar atmalıyıq ki, tarixdə olan yanlışlıqları təkrarlamamalıyıq. Bugün biz tariximizə sahib çıxsaq, Səfəvi dövrünə də, Afşar Nadir dövrünə, Qacar dövrünə də sahib çıxsaq da, oradakı yanlışlıqları fikirlə təkrarlamalıyıq. Biz elə fikir səsləndirməliyik ki, o qarşı durmalar yenidən baş verməsin. Türkiyə televiziyalarında da indi aparılan müzakirələrdə, xüsusilə keçən dəfə elə həmkarlarımdan biri yazmış idi Facebookda ki, aparılan müzakirələrdə elə daha çox nə bilim Böyük Ermənistan, Böyük Kürdistan və Böyük Azərbaycan Amerika layihəsi kimi təqdim olunur. Azərbaycanla müzakirə edilir. Amerikanın ortada olan bu gün baxışlarını təqdim edirlər ki, Böyük İsrail var, Böyük Kürdistan var, Böyük Ermənistan var. Təbii ki, Ermənistan indi burnu əzilib, amma biz zəifləsək, yenidən Qarabağa ələ almaq istəyəcəklər, ondan danışmırıq. İran adlanan Azərbaycanda biz istədiyimizə nail olmasaq, Türkiyə-Azərbaycan arasında fikir və hərəkət problemi yaransa, Qarabağa da ermənilər yenidən dövlət quracaq. Hələ Bakının özü təhlükəyə düşəcək. Onda Paşinyan belə danışmayacaq. Artıq dərəcə bilirsin, nə var, orada bizim də qayıdırıq. Böyük dövlətlərdə onların arxasında sən də zəif bir durumda. Nə edəcəksən? Hələ bugün oturmuşuq, məsələləri müzakirə edirik, hər kəsi ittiham edirik. Və eyni zamanda öz ayağımızı vururuq. Özümüzə qarşı işləyirik bugün. Bir məsələ prinsip olaraq qoyulmalıdır ortaya. Bölgədə baş verən dəyişkənliklərdə Azərbaycan Cumhuriyyətinə, Türkiyə Cumhuriyyəti bir yerdə olmalı ya yox. Qərar aldıq olmalıdır, doğru mu? Hansı fikirlər bizə ayırır? O fikirlərdən imtina etməliyik ya yox? Ya da ki, ortaqlaşdırmalıyıq o fikri ya yox? Bunun uğrunda mübarizə aparmalıyıq. Yəni deyirsiniz, məsələlərə İranın daxili işi kimi yanaşmamalıyıq da. İran deyil axı, Azərbaycan deyilmi? Nə İran? Adı İrandır. Azərbaycan dövləti deyil xanım. Coğrafiya Azərbaycandır və türkdür.